Selamlar və saygılar dəyərli izləyicilər. Bildiyiniz kimi 35 ilə yaxındır ki, İran rejimi həm öz iç medialarında və həm dış ölkələrə özünü böyük bir güc göstərib və savunma gücünə sahib olan bir ölkə göstərirdi. Ancaq son 13 gündə İsrailin İrana çox böyük çapda saldırısı İranın bu sözlərin həmsini yalan olduğunu ortaya qoymuşdur. Niyə ki, böyüklük olaraq İranın 80'də biri və nüfuz olaraq İranın 10'da biri İsrail, düzdür İsrail Amerikanın askeri ekipman gücləri ilə İranın 31 əyalətinə saldırıb və istədiyi hava üslərini, askeri bölgələri darmadağın etdi. Üstünə İranın ən yüksək məqamları, askeri məqamları, generallarını öz evlərində və öz iş yerlərində öldürdü. 13 gündür İranın dini lideri Xamenei İsrailin qorxusundan sığınacağa gedib və oradan dışarıya çıxa bilmədi. Və bu İran içərisində böyük bir kaosa və İran dışında İran üçün böyük bir etibar kaybına nədən oldu. İran yıllardır millətə biz sizə savunacağıq, sizə güvənlik gətirmişik. Böyle bir yalanlarda bulunurdu. Bir gün millət soru verirlər. Sən heç bir şəhərimizi savuna bilmədin. Heç bir hava üstünü, askeri birliği savuna bilmədin. İsrail sivillərə saldırmadı. Saldırsaydı belə yenə sivilləri də savuna bilməyəcəkdi. Və İran rejimi içəridə böyle bir kaosa var və dışarıda da özellikle komşu ölkələr İranın boş bir nağara olduğunu gördülər ki, fəqət yalan propagandalarda bulunurdu və heç kimsə benim hava sahamı kıramaz, giremez deyirdi. O halda ki 13 gün İran özellikle başkent Tahran'ın hava sahası İsrail'in elindeydi. Tabii ki buna karşılık olarak İran 500'e yakın İsrail'in Heyfa ve Tel Aviv şehirlerine füze gönderip ve orada sivilleri ve binaları vurdu. Ama bu müdafiə anlamında değil, bu da savaş anlamındadır. Siz yıllardır deyirsiniz ki biz millətimizi savunur, şəhərlərimizi savuna bilərik, ama savuna bilmədiniz. Bu arada belə görünür ki İsrail İran'a galip gelmiştir. İran büyük bir itibar ve hem millet nezdinde hem uluslar arasında itibar kaybına uğramıştır. Amerika zorla bu iki ülke arasında ateşkes ilan etmiştir. Mənə göre bu ateşkes meselesi her an qırıla bilər, geçicidir. İran ateşkes gününden sonra biz nükleer uranyum zənginləşməsindən geri çəkilməyəcək, nükleer təsislərimizi təkrardan bərpa edəcək, füzelərimizi gəlişdirəcək danışmasındadır və Amerika məncə bu neçə gündə təkrardan İranın müzakirə masasına gəlməsini istəyəcək. Amerika və dünyanın, Avropanın istədiyi məsələlər var. Uranyumun zənginləşməməsi və başqa ölkələrə saldırmaması, proksi adamlarına, güclə qruplarına dəstək verməməsini imzalamasını istəyəcək. Və əgər böyle bir şey olmazsa Amerika və İsrail İranda İran rejimi dəyişikliyinə qədər ilerleyebilirler. Çok sağ olun.